Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 fevral 2026-cı il tarixli sərəncamına əsasən Azad Həmkarlar İttifaqı Komitəsi, Filologiya və Xarici Dillər Fakültəsi, Azərbaycan və Dünya Ədəbiyyatı Kafedrasının müştərək təşkilatçılığı ilə reallaşan yubiley mərasimini giriş sözü ilə elmi işlər üzrə prorektor, millət vəkili Pərvin Kərimzadə açıb. Şairi 20-ci əsr Azərbaycan poeziyasının zirvəsi və Azərbaycançılıq məfkurəsinin əsas sütunlarından biri kimi dəyərləndirib. Daha sonra söz alan Azərbaycan və Dünya Ədəbiyyatı Kafedrasının müdiri dosent Səba Namazova şairin yaradıcılığının ən məhsuldar dövrünün Gəncə ilə bağlı olmasından bəhs edərək qeyd edib ki, Səməd Vurğun Azərbaycan şeir tarixində məktəb yaradan nadir istedad sahiblərindəndir. Azərbaycanın xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş bugünkü ədəbi bədii gecənin reallaşmasında bizə bilavasitə dəstəyini əsirgəməyən Gəncə Dövlət Universitetinin rəhbərliyinə, xüsusilə də rektor Yusif Yusubova, Gəncə Dövlət Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru Pərvin xanım Kərimzadəyə, Azad Həmkarlar Komitəsinə, Filologiya və Xarici Dillər Fakültəsinin rəhbərliyinə və bugünkü tədbirin reallaşmasında bizə dəstək olan bütün dəyərli həmkarlarımıza təşəkkürümüzü bildiririk. Səməd Vurğun işığında bugünkü tədbirimiz böyük şairin zəngin irsinə olan ehtiramın əyani nümunəsi idi. Tədbirdə qonaq qismində çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi, dosent Aygün Bağırlı və aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aslan Salmansoy çıxış edərək şairin romantik və fəlsəfi məzmunlu bənzərsiz yaradıcılığı haqqında geniş söhbət açıblar. Çıxışlarda böyük şair həm də istedadlı dramaturq, alovlu publisist, tənqidçi, nəzəriyyatçı və tərcüməçi kimi dəyərləndirilib. Azərbaycan və Dünya Ədəbiyyatı Kafedrasının dosenti Nəzmiyə Axundova da bildirib ki, müasir Azərbaycan dilinin və ədəbiyyatının zənginləşməsində böyük rol oynamış sənətkarın bədii irsi mədəniyyətimizin inkişafında bütövlüklə yeni mərhələ olmuşdur. O yorulmaz mübariz, gələcəyə nəzər salan arzular şairi idi. Tədbirin bədii hissəsində universitet əməkdaşlarının ifasında Azərbaycan adlı video material təqdim olundu. Filologiya və Xarici Dillər Fakültəsinin tələbələrinin ifasında isə şairin şeirləri, sözlərinə yazılmış mahnılar səsləndirildi. Vaqif və Aygün dramlarından parçalar nümayiş etdirildi. Mərasimin sonunda Universitet Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Afaq Qasımova çıxış edərək Səməd Vurğunun qələmə aldığı demək olar ki, bütün poetik nümunələrin bir müştərək məqamda birləşdiyini dedi. Unudulmayan, uca tutulan, mehrab kimi müqəddəsliyinə tapınılan vətən amili. Təsadüfi deyil ki, onun dillər əzbərinə çevrilmiş Azərbaycan şeiri illər keçsə də hər bir Azərbaycanlının ürəyindəki vətən sevgisinin poetik ifadəsinə çevrilib. Afaq Qasımova bir daha tədbirin reallaşmasına xidməti olan hər kəsə, tədbirdə iştirak edən qonaqlara, tələbələrə və müəllimlərə təşəkkürünü bildirib.